Bəli, əziz izləyicilərimiz, əziz şagirdlərimiz, əziz tələbələrimiz, biz bu günlərim yenə də ən qonaqpərvər rayonlardan biri olan, biz bu günlərim Saatlı rayonunda Şirinbəyli kəndindəyik. Şirinbəyli kəndi əsli Ağsuqa türkləridir, bizim qardaşlarımızdır, illər əvvəl köçüb bura gələn insanlardır və mən də sizə kətdə bir sorğular apardıq, insanlardan, tələbələrdən, şagirdlərdən gözəl bir ağsaqqalı, gözəl bir babanı, gözəl bir atanı, gözəl bir ziyalı müəllimi sizlərə təqdim eləmək istəyirəm. 80 yaşa qədər yaşı olan qocaman bir müəllimi təqdim eləmək istəyirəm. Müəllim adınız, soyadınız? Laçın Baratoğlu. Çox gözəl. Laçın Baratoğlu. Müəllim, neçə yaşınız var hal-hazırda? Hal-hazırda 75. 75. Yubiley yaşa gəlmişik də, 75 yaşa gəlmişik. Allah ömür versin, ay müəllim. Müəllim, hansı fən tədris eləmişsiniz? Bədən tərbiyə məhəldə. Fiziki tərbiyə. Fiziki tərbiyə ilə, əvvəl bədən tərbiyə, indi fiziki tərbiyə ilə məşğul olmuşuz. Uşaq vaxtı ən çox sevdiyimiz fənn olubdur ki, bədən tərbiyə olanda oynamaqdır, futbol oynamaq, idman və sağlamlıqdır və məktəbdə ən çox sevdiyimiz müəllim, Allah bütün müəllimlərə can sağlığı versin, ölənlərə rəhmət, qalanlara can sağlığı versin. Müəllim, bax, bu qədər ixtisasların içində siz nəyə görə bədən tərbiyəni seçdiniz? Mənim, Allah rəhmət eləsin. Ölənlərə rəhmət. Rayonda Mecnun müəllim var idi, Tofiq müəllim var idi. Bu, elə bir təsadüf oldu, bilmirəm, nə isə qismət imiş. Rayonda məktəblər arasında bir inşa yarışması var idi, inşa yazırdılar. Bəli. Getmişdim, bunları gördüm. Bunlarla, müəllimlərlə, qocaman müəllimlərdir, bunlarla bir təsadüfən söhbət düşdü. Bunların biri boks müəllimi idi, Mecnun müəllim güləş müəllimi. Bəli. Bunlar baxdılar, dedilər ki, istəsən gəl bizim məşqimizə gəl. Mən də dedim ki, yaxşı, ya gəlsin. Gələcəm. Nəysə, əskərlikdən sonra, yox, əskərliyə qədər. Əskərliyə 69-cu ildə əskərlik. Yəni, onları həvəs yaratdı da sizə müəllim? Bəli. Çox gözəl. Həvəs yaratdılar. Nəysə, evdə məşğul oldum, biraz o yana, yəni o gənc vaxtında insan formalaşmağa çalışır, gözəl. Bədənini formalaşdırmağa. Nəysə, peşə məktəbinə getdim. Orada başladım oxumağa. Orada oxumağa başlayanda müəllimlərlə əvvəl söhbətlərimiz var idi. Getdim Mecnun müəllimin yanına ki, gəlmişəm məşqə belə-belə həm burada peşə məktəbində oxuyuram. Çilingər sənəti. Nəysə, deməli... Yəni, xülasə, onlar sizə həvəs yaratdı, o vaxtda müəllim işləyir. Neçə il müəllim işləmişsiniz müəllim? 42 il. Ay maşallah. Və müəllimin yüzlərlə tələbələri var. O tələbələrin içərisində bədən tərbiyə olan müəllimlər varmı? Davamçılarım var. Allah razı olsun. Adlarım bir-bir. Məmmədov Şimşək. Bəli. Qoçaliyev Ənvər. Ay maşallah. Sonra Sərvərov İdris. Ay maşallah. Ondan sonra bir neçə nəfər, adların deyil. Çox, yəni 7 nəfərə. Çox gözəl. Və biz bilirik ki, həm də siz gözəl atasınız, gözəl babasınız. Neçə övladınız var? 5 övladım var. Allah sağ olsun. Adları nədir övladlarınızın? Allah canlarına sağ ölənlərə rəhmət. Amin. İskəndər ali təhsili elektrik mühəndisi. Bəli. Ondan sonra Rüstəm rəhmətə gedib, o havalandırma sistemlərində işləyir. Allah rəhmət eləsin. Bəli. Bütün Bakının böyük şirkətlərində hörmətli zad oldu. Bəli. Olsa övladınız? Sonra Cavad, Baratov Cavad evdə təsərrüfatla məşğul. Təsərrüfatla məşğul, özü sürücüdür. Çox gözəl. Sonra qızlarım Aynur Baratova, o rəhmətə gedib. Ondan bir nəvəm var. O da evimizdədir. Mən saxlayıram. Bəli, Allah şükür. Sonra Baratova Zenfərə Laçın qızı. O da aylaq vurub, yaşayır. Adların deyə, familiya lazım deyil. Bilək hamısının qızınızdır, övladınızdır. Və neçə nəvəniz var başqa? Nəvəm 13. Nəticə varmı? Nəticə də 3 dənə. Ay maşallah. Biz də arzu edirik ki,
sizin kötücəniz olsun. Biz də arzu edirik ki, sizin 80 Allah- yaşınız olsun. Allah 90 yaşınız olsun, 100 yaşınız olsun, gələk gözəl çəkiliş eləyək. Amin. Bugün 2026-cı ildir, 6 may tarixidir. Bax, bu çəkilişə 20 il, 30 il sonra sizin nəvə nəticəniz baxacaq. Tələbələriniz, şagirdləriniz baxacaq. Onlara ürək söz nə deyə bilərsiniz? Mən nə deyəcəm? Allah razı olsun hamısından. Mən Çox sağ ol. kəndə çıxanda bir nəfər yanımdan bir çevirib getmir. Hamısı müəllimimizə sən salamlaşsanmı, sağlığın nətədir? Hamısı salamlaşır, görüşür, halatlar. Çox sağ ol, çox gözəl. Sonra Türkiyədə, Rusiyada olan, bu dəqiqə Rusiyada mənim bir şagirdim Güləşsin. Bəli. Rayon hazırlıq məktəbində işləyir. Özdəki bütün oyun güləşçiləri o vilayət yarışlarına çıxardır uşağı. Çox gözəl. Deməli, güləşi davam etdirən odur. Qalanlar da burada orta məktəbdə işləyirlər. Gözəl. Yəni razıyam, Allahdan razıyam. İşlədiyim günlərdə heç bir peşmançılığım olmayıb. Mən ixtisasım fiziki tərbiyə olduğuna görə voleyboldur, futboldur, məktəbin yığma komandalarını təşkil eləmişəm. Rayon birinciliklərində, Gözəl. zona Biz onları bilirik, müəllim. Onları tərcümə halda yazmışıq. Biz bilirik ki, siz qabaqsız müəllim, qabaqsız gözəl ata, gözəl baba, gözəl ağsaqqal. Ona görə gəlmişik. Bəli, hörmətli izləyicilərimiz, vaxtımız azdır və biz müəllimlə saatlarla söhbət eləyərik və müəllim biz sizə öz növbəsində can sağlığı arzu edirik. Təşəkkürlər, minnətdarım, çox sağ olun.